Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 4 otaqlı ev satışa çıxarıldı. 2 sot yarımın içərisində, həyəti də kifayət qədər böyüdür, ev həyətdən də böyüdür. 4 otaqlı evdir, 107 min manatadır. Fərdi yaşayış, yəni kubca alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. Yerləşdiyi ərazidə Saray qəsəbəsində Saray İdman klubu var, binaların yanında. Oradan dönəndən sonra yoldan cəmi bir 60-70 metr məsafədədir. Dayanacağa çox yaxındır. Bakubusun dayanacağına, Xırdalan, Sumqayıt, bütün marşrutların hamısına yaxındır. Evdəki Qurqavoy qoşadaşla tikilib, 60-ın 40-a fundamentidir, lap qutaracaqda da 20-nin 40-a kəməri var. Böyük bir həyəti var. Bax, mən həyəti belə gəlirəm, bax, görsüz həyəti, nə boyda həyəti var. Burada da həyətin qutaracağında ağac, güləşmək üçün xüsusi yer saxlanılıb, evin dörd bir tərəfinə fırlanmaq olur. Dörd bir tərəfinə fırlanmaq olur, şəbəkə pəncərələrləndir, üstü də bax, belə qaban çıxdı, görürsünüz. İndi bir dənə padvala tez baxaq. Bir də hələ ki, yığışdırılmayıb, təzə yekunlaşıb. Yığışdırıb sərgəsamana düşəcək bura. Atmalarına qədər sıx-sıx atılıb, qoşadaş kubiklə ara kəsmələrinə qədər. Bax, görürsünüz, bu ara kəsmələr içərilər də hətta. İnşallah gələndə bunları dəqiq yerində hamısını sizə izah eləyəcəm. 107 min manatdan da ev sahibi endirim eləyəcək, yəni qiymətindən narahat olmayın. Əsas siz mütləq gəlin bu evə baxın. Ev neçə kvadratdır çöldən çölə? 135 kvadrat çöldən çölədir. Yəni evin bayır hissəsindən ümumi sahəsi 135 kvadratlıq evdir. Bax bu. İndi yəqin ki o qıraq daşlar, orta daşlar çıxanda yəqin içində də biraz qalacaq. Bax belə. Girdi evimizin koridoruna, bax belə. Böyük bir koridordur, baxın. Bax siz orada gözləyin, bax koridora əlimə belə açsam ki, tam dəqiqliyindən görəsiniz. 4 otaqlı evdir. Kürsülü, padvalında göstərdim. Bax bu koridorudur, spotların azadla bəzədilib, bütün otaqlarında kırçaqlıqların buradan xüsusi ayırıblar. Davam edəyib mətbəxi göstərəcəyim. Bax bu mətbəxdir. Bu bilmirsiniz neçədir? 4-ün 4-ə tək mətbəxidir. Mebelası keramika vurulub, pəncərələr demişəm, şəbəkə pəncərələrdir. Buradan da birbaşa öz həyətinə baxır. 4-ün 4-ə tək mətbəxidir. İndi hələ qonaq otağına baxaq. Bax, bu da qonaq otağıdır, yəni zalıdır. Bu neçədir? 3,5-ın 6-ya. 3,5-ın 6-ya da qonaq otağıdır. Ümumilikdə 4 otaqlı evdir, 107 min manatadır, yerləşdiyi ərazində demişəm, fərdi yaşayış, yəni kubca alıb qeydiyyata düşə biləcəyiz evdə qaz, su, işıq, sayğaclar olacaq, kanalizasiyası da mütləq mərkəzi kanalizasiyadır. Buradan həyəti göstərmək istəyirsiniz, gəlin bir həyətə baxaq. Bax, pəncərəni açıram, buradan həyətə baxın. 2 sot yarımın içərisindədir, böyük həyəti var, bax, geniş həyəti var. Evin də 4 bir tərəfinə fırlanmaq olur, heç bir evin divarı, qonşu hasarı oturmayıb. Gələndə bunları canlı görəcəksiniz. Sonra, burada bir belə balaca, belə otaqdır, bax. Bu neçədir? 3,5-3,5-dır, uşaq yataq otağıdır. Böyük otaqlar buradadır. Bax, biri buradadır. Ay maşallah, bax, bu böyük otaqdır. Bax, bir otaq buradadır. Burada pəncərədən ara məsafə deyirəm. Bax, buradan düz gelib keçirsən evin arxa tərəfinə. Yəni, evin 4 bir tərəfinə fırlanmaq olur, onu izah eləmək istəyirdim. Burada da bir otaqdır. Bax, burada da bir otaq. Ümumilikdə 4 otaqlı evdir. Bir də izah edirəm, Saray qəsəbəsindədir. Bir dənə bunu göstərim sonra. Sanitar qovşağını göstərək. Baxın, gör, bax, hamamın özü asma tavanlandır. Qəşək keramika ilə bəzədilib. Trapı da qoyulub. İndi burada şey verilir, qapının üzüyü. Deməli, Saray qəsəbəsində Gəncə təndirini keçəndən sonra yolun sağındadır. Yoldan 60-70 metr məsafəsi var. İmtihanı keçəndən sonra Cidoz İdman klubu var, Saray İdman klubu. Saray İdman klubunu keçəndən sonra soldadır. Mərkəzi kanalizasiyası var, qaz, su, işıq sayğacları var, 107 min manatadır. Bax, bu nəhəngliyində ev, 2 sot yarım torpağın içərisindədir, yerləşdiyi ərazi. Qiymətdə də ev sahibi özü endirim eləyəcək. Yaxşı endirim eləyəcək, mütləq gəlin bu evə baxın. Sağ olun.